Salam 5-ci sinif şagirdləri, sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 5-ci sinif təbiət 1-ci hissədən maddənin halının dəyişməsi mövzusunu izah edəcəm. Biz bilirik ki, maddələrin bərk, maye, qaz halları var, hansı ki bu hallar bir-birinə çevrilə bilir. Ən əsas da fərqi biz harda görürük? Suda. Su bilirik ki, adi halda maye formasındadır. Mayenin hissəcikləri necə idi? Yadımıza salaq, baxın bu şəklə. Mayenin hissəcikləri bir-birindən nisbətən aralı idi. Mayenin bir dənə xassələrini yadımıza salaq, demişdik. Mayenin hissəcikləri bir-birindən nisbətən aralıdır. Maye axıcı xüsusiyyətə malikdir. Axır elə deyil. Mayenin öz sabit bir forması yoxdur. Niyə? Çünki o axıcıdır. Çünki o yerləşdiyi qabın formasını alır. Tutaq ki, mən 1 litr suyu 1 litrlik bax belə bir qablara qoysam, baxın, hərəsinin quruluşu fərqlidir. Hansı qaba qoyuramsa qoyum, o qabın formasını alacaq maye. Deməli, sabit forması yoxdur, amma sabit həcmi var. Yəni, burada qoysam o 1 litrdir, burada qoysam 1 litrdir, burada qoysam. Bu biraz enli qabdır, belə də olacaq. Bu biraz dardır, uzundur, bura qədər maye olacaq. Burada da tutaq ki, bura qədər maye olacaq. Gördünüz, həcmi dəyişmədi, elə 1 litrdir, amma forması dəyişdi. İndi bunun halının dəyişməsinə baxacağıq. Yəni mayenin bərk və mayenin qaz halına keçməsinə. Bərk maye və qazlar qızdırıldıqda və ya soyudulduqda bir haldan digər hala keçir. Uşaqlar, bizə soruşsa ki, maddənin halını dəyişmək üçün nə etməliyik? Burada deməyək, isidək. Bəlkə mən deyirəm ki, mayeni bərkə çevirirəm. Onda isidirəm. Deyirik ki, temperaturu dəyişdiririk. Yəni, temperaturu dəyişdirmək o deməkdir ki, ya artıracam, ya azaldacam. Məsələn, bərkin mayeyə çevrilməsi ərimədir. Mayenin qaza çevrilməsi buxarlanmadır. Həmçinin bunları əksinə də öyrənəcəyik. Mayenin bərkə çevrilməsi, bərk əriyib mayeye çevrilirdi. Maye donacaq, bu donma olacaq. Qazın mayeye çevrilməsi isə olacaq kondensasiya. Bunları indi bir-bir izah edəcəm. Deməli, bərk maye necə çevrildi? Ərimə. Deməli, bu zaman nə edirik? Temperaturu artırdıq. Donma üçün nə edəcəyik? Temperaturu azaldacağıq. Mayeni qaza çevirmək üçün temperaturu artırırıq. Qazı mayeye çevirmək üçün temperaturu nə edəcəyik? Azaldacağıq. İndi bir-bir bunların hamısını izah edəcəm ki, ərimə nədir, donma nədir, buxarlanma nədir, hamısını izah edəcəm. Maddələr donma, ərimə, qaynama, buxarlanma kimi proseslər nəticəsində halını dəyişir, yəni bir haldan başqa bir hala keçir. Qızdırıldıqda və ya soyudulduqda maddənin hal dəyişməsini araşdırırıq. Maddənin halının dəyişməsi müəyyən bir temperaturda baş verir. Bütün maddələr eyni temperaturda halını dəyişmir uşaqlar. Hər maddənin özünün halını dəyişmə temperaturu var. Bərk maddəni qızdırdıqda onu təşkil edən zərrəciklər daha sürətli hərəkət etməyə başlayır. Biz bilirik ki, bərkin baxın hissəcikləri bir-birinə sıx yerləşdiyinə görə hərəkət eləməyə yeri yoxdur. Amma qızdırıldıqda onlar başlayır hərəkət eləməyə və bir-birindən müəyyən qədər uzaqlaşırlar. Nəticədə bərk maddə əriyir. Əriyir və nəyə çevrilir? Maye halına keçir. Əgər biz bu qızdırmanı davam eləsək, qızdırılmağı, onda mayedən də nəyə çevriləcək? Qaz formasına keçəcək. Yəni, zərrəciklər arasında məsafə daha da artacaq və maye buxarlanaraq qaz halına keçəcək. İndi gəlin görək, bərkin mayeye çevrilməsi dedik, ərimə. Bu nədir? Ərimə maddənin bərk haldan maye halına keçməsidir. Yəni, sizə test qoysa ki, bərk ox qoysa maye, bu nədir? Bu ərimədir. Bu, bərk maddənin qızdırılması nəticəsində baş verir. Yəni, məsələn, deyirlər, dondurma əridi. Niyə əriyir? İsti dəyir də ona, elə deyil. Bərk maddə idi, əridi, maye halına çevrildi. Bərk maddənin maye halına keçdiyi temperatur onun ərimə temperaturu adlanır. Deməli, ərimə temperaturu nədir? Bərk maddənin maye halına çevrildiyi temperatur, yəni tamamilə artıq maye şəklinə düşübsə,
Bu ne oldu? Bu onun erime temperaturu oldu. Ve biz buzun erime temperaturunu deyəcəyik ki, 0 derece Selsidir. Baxın uşaqlar, bütün mayələrin ərimə temperaturu 0 derece Selsi deyil ha. Buzun ərimə temperaturu 0 derece Selsidir. Digər maddələrdə daha yüksəkdə ola bilər. Ona görə də yəni bunu maddələrin ərimə temperaturu 0 derece Selsi demirik. Deyirik ki, buzun ərimə temperaturu 0 derece Selsidir. Buz əriyib qurtarana qədər olan müddətdə temperatur 0 derece Selsidə qalır. Bax, bura bir dənə diqqət eləyin. Bax, yarısı maye halına çevrilib elədir. Amma hələ də buz varsa, deməli hələ də temperatur 0 derece Selsidir. Bu tam mayeleşsə, onda 0 derece Selsidən böyük temperatur olacaq. Yəni bu 0 derece Selsi artıq burada qalmadı. Böyüdü temperatur. İşarəni düz qoymadım bir dəqiqə. Yani tam mayeye çevrilmesi için 0 derece Selsi'den yukarı olmalıdır temperatur. Aydındır. Bu oldu erime temperaturu. İndi donmaya da fikir verəcəyik uşaqlar. Donma maddənin maye haldan bərk hala keçməsidir. Yəni dondu, buz oldu. Elədir. İndi bu su üçün buzdur. Digərləri üçün hərəsinin öz halı var. Öz temperaturu da var. Donma maye soyuduqda baş verir. Ərimənin əksidir. Yani erime neydi? Temperaturu kaldırdık, mayaya çevirdik. Temperaturu azalttık, berke çevirdik. Gördük ki erimenin eksidir. Mayenin berk hala geçtiği temperatur onun donma temperaturudur. Yani artık maye su tamamıyla buz olubsa bu oldu onun neyi? Donma temperaturu. Suyun donma temperaturu 0 derece Selsidir. İndi dikkat edin uşaqlar. Erime temperaturu da 0 derece Selsidir. Donma temperaturu da 0 derece Selsidir. Ve sonunda bu ne demektir? Baxın, erime temperaturu 0 derece Selsi ve ondan yukarı, donma temperaturu 0 derece Selsi ve ondan aşağı. Yani 0 derece Selsi'den yukarı temperaturda eriyir. 0 derece Selsi'den aşağı temperaturda donur. Yani maddenin donma temperaturuyla erime temperaturu həmişə eyni olur. Yani o temperaturdan yukarıda eriyecek, o temperaturdan aşağıda da donacaq. Bunu özünüz üçün qeyd edin. Baxın, su maye halda, buz bərk halda. Bunun yani maye haldan bərk hala geçmesi için 0 derece Selsi ve ondan aşağı temperaturda olması lazımdır. Burada dikkat edirik. Temperatur 0 dereceye düşdükdə su donmağa başlayır. Hər bir maddənin ərimə və donma temperaturu eynidir. Yəni bir maddənin ərimə və donma temperaturu eynidir. Məsələn, buzun ərimə və suyun donma temperaturu 0 derece Selsidir. Yəni bu su donur 0 derece Selsi və ondan aşağı temperaturda bərk əriyir 0 derece Selsi, yəni buz əriyir 0 derece Selsi və ondan yuxarı temperatura keçəndə artıq maye hala keçir. Tam əriyənə qədər uşaqlar o qabda 0 derece Selsidir. Buz tamamilə maye olana qədər. Maye oldusa artıq 0 derece Selsidən yuxarı, yəni 1, 2, 3 belə ola bilir. Donma zamanı maddədə zərrəciklərin sərbəst hərəkəti tədricən yavaşıyır. Bu zaman maddə axıcılıq qabiliyyətini itirir. Məsələn, axar su donduqda axıcı olmayan buz parçasına çevrilir. Bu da nədir? Sırsıradır. Baxın, axıcı olmayan, görürsünüz bunları, buz parçaları. Bu da sırsıradır. Davam edirik. Buradakı biliklərin yoxlanmasına baxaq. Sonra keçək növbəti hissəsinə. Bu mövzu 2 hissədən ibarətdir. Əslində müəlliminiz sizə bunu ola bilər ki 2 dəfəyə və yaxud da 1 dəfəyə də keçə bilər. Azər Leyla bir parça kərə yağının əriyənə qədər qızdırırlar. Yağın halında hansı dəyişiklik baş verir? Kərə yağı, baxın, bərk haldaydı. Bərk. Və onu qızdırdılar. Nəyə çevirdilər? Maye. Neylədilər? Temperaturu artırdılar. Elədir. Onda nə baş verdi? Ərimə. Bu dəyişiklik nəticəsində yağ zərrəciklərinin düzülüşü və hərəkəti necə dəyişir? Bərkdən mayaya keçdi. Bu zaman zərrəciklərin hissəcikləri əvvəl bir-birinə sıx idi. Bundan çevrildi nəyə? Bir-birindən nisbətən aralıya. Uşaqlar ərimiş yağ parçasını əvvəlki halına qaytarmaq üçün nə etsinlər? Dondursunlar, elədir, temperaturu aşağı salsınlar. 2. Boşluqlara uyğun olan maddələrin ilk və son halına çevrilmələrin adlarını dəftərinizə qeyd edin. Baxın, bu nədir? Şirə. Nə halındadır? Maye. Neynədilər? Dondurdular.
buz oldu. Nə formasına keçdi? Bərk. Necə elədilər bunu? Donmadı bu. Temperaturunu aşağı saldılar. Keçdik. Baxın, şokoladdır. Bərk haldadır. Bərk. Neynədilər? Maye halına saldılar. Neynədilər? Əritdilər. Bu ərimədir. Necə əritdilər? Temperaturunu qaldırmaqla. Aydındır? Buralara da diqqət eləyirik. Gəldik buxarlanmaya uşaqlar. Buxarlanma nədir? Buxarlanma mayenin qaz halına çevrilməsidir. Yəni buxardır. Buxara çevrilməsidir. Buxarlanma mayenin qaz halına çevrilməsidir. Buxarlanma zamanı zərrəciklər mayenin səthindən ayrılaraq qaz halına keçir. Elə bil ki, bu mayenin səthində bu formadaydılar, düzdür, nisbətən aralıdılar. Buxarlananda bir-birindən tamamilə neynədilər? Ayrıldılar və qaz halına keçdilər. Biz də demişdik ki, qazın sabit həcmi yoxdur. O, olduğu qabın həcmini alır. Məsələn, bizim hal-hazırda nəfəs aldığımız otaqda otağın həcmi qədər qazın həcmi var. Yəni qazın həcmi bizim otağımızın böyüklüyündən asılıdır. Otağımız yekədsə qazın həcmi də böyüyür. Balacadırsa balacalaşır. Adi butulkanın içərisində məsələn qazlı su alırsınız uşaqlar. O qazlı suyun butulkasının içərisində qazın həcmi balacadır. Amma siz onu açsaz deyirlər, qazlı suyun ağzının qapağını bağla, qazı qaçar. Hara qaçır? O özünə böyük sahə tapan kimi orada yayılmağa başlayır. Ona görə də zərrəciklər sərbəstləşir. Otaq boyunca yayılırlar. Deməli, ətraf mühitdə buxarlanmaya tez-tez rast gəlirik. Buxarlanma hər bir temperaturda baş verə bilir. Buna görə də havada daim su buxarı mövcuddur. Amma su buxarı rəngsiz olduğu üçün biz suyun buxarlanması zamanı ayrılan qazı görə bilmirik. Məsələn, ətiri bütün bir dəqiqə üzrlü sayın, dərsdən çıxmışam. Ona görə bəzən dilim topuq vurur. Ətir püskürdükdən sonra damcıları qısa zamanda buxarlanır. Ətirin içərisində həm maye var idi, həm də qaz halında maddələr var idi. Və bu ətiri püskürdəndə nə baş verdi? Qaz halında olan maddələr artıq o şüşənin həcmindən çıxıb otaq boyu həcm aldılar. Ona görə də bir müddətdən sonra bu ətirin iyi otaqda hiss olunur. Sonra bu otaqdan qapı açıqdırsa başqa otağa keçir və belə-belə görürsüz qazın həcmi necə böyüyür. Zərrəciklər aralıdır. Nəm paltarımızdan su buxarlanır və paltar quruyur. Paltarımızda nəm var idi? Bu paltarın içində idi həcmi. Havaya sərdik, havaya başladı yayılmağa və paltar qurudu. Yağış suyunu əmələ gətirdiyi gölməçələr buxarlanma nəticəsində quruyur. Gölməçədə toplanmışdı, sonra havaya başladı neynəməyə, yayılmağa, gölməçədə qurudu. Yəni, buxarlanma qaz halında olan maddədir, yəni buxar qazdır və ətrafa yayılır. Buxarlanmaya nələr təsir edə bilər uşaqlar? Temperatur, külək, sahə, səthin sahəsi, bir də rütubət. 4 dənə xüsusiyyətdən danışacağıq və bunlarda artıb azalmanı da sizə deyəcəm, özünüz üçün qeyd edəcəksiniz. Temperatur. Baxın, temperatur yüksəkdirsə buxarlanma sürətlidir. Temperatur aşağıdırsa buxarlanma zəifdir. Ona görə də deyirik ki, temperatur yüksələndə yüksələcək, buxarlanma yüksələcək yox, sürətlənəcək. Yaxşı biləyəsin. Sürətlənir. Nə? Buxarlanma. Amma temperatur qısa-qısa yazıram, uşaqlar, siz dəftərinizə geniş yazarsınız. Azallarsa buxarlanma zəifləyəcək. Deməli, temperaturun artması buxarlanmanın sürətlənməsinə, temperaturun azalması isə buxarlanmanın zəifləməsinə səbəb olur. İndi baxaq, isti havada su daha çox qızır və daha sürətlə buxarlanır. Çünki günəş qızdırır həmin o suyu, tez buxarlanır. Buxarlanma gecə ilə müqayisədə gündüz daha sürətlə baş verir. Çünki gündüz günəş var axı, daha sürətli gedir. Buna səbəb günəşin istiliyi hesabına suyun qızmasıdır. Gəlin şəkildə göstərilən təcrübə ilə tanış olaq. Başlanğıcda qablar eyni miqdarda su ilə doldurulur. Bu qabada eyni miqdarda su töküblər. A qabındakı su B qabına nisbətən daha sürətli buxarlanır. Səbəb ondan ibarətdir ki, bu gündüz, bu da gecədir.
Gündüz günəşin istiliyi həmin o qabdakı suyu buxarlandırır. Gecə isə istilik azdır. Ona görə də su daha gec buxarlanır. Külək. İndi burada da külək azalarsa buxarlanma zəifləyər. İndi keçək küləyin artımına. Külək artarsa buxarlanma sürətlənər. Məsələn, uşaqlar. Belə bir şey deyək. Baxın, bu bilirsiniz ki, pərləri var, külək vurur. İndi bilməm evinizdə var ya yoxdur. Əliniz sulu olanda, onun yaxınına duranda bir müddətdən sonra əlinizdəki su quruyur. Və yaxud da fen, saç feni. Orada həm istilik var, həm külək var, elədir? Onunla saçımız daha tez quruyur. Çünki külək neynir? Baxaq indi. Buxarlanma nəticəsində suyun səthində yaranan su buxarı küləyin təsiri ilə daha sürətlə ətrafa yayılır. Ətrafa yayıldıqca daha tez qızır. Daha tez qızdığına görə daha sürətlə buxarlanacaq. Bu havaya daha çox su buxarının çıxmasına səbəb olur. Külək nə qədər güclü olarsa, buxarlanma da bir o qədər sürətli olar. Deməli, külək artdısa, temperatur artdığı kimi buxarlanma da artacaqdır, sürətli olacaqdır. Göründüyü kimi B qabında küləyin təsiri nəticəsində buxarlanma sürəti A qabına nisbətən çox olur. Baxın, bunun qabağına qoyublar B qabını külək vurduğuna görə daha tez buxarlanır. Gəldik hava ilə təmasda olan səthin sahəsi. Mayenin hava ilə təmasda olan səthin sahəsi nə qədər böyük olarsa, istilik və külək su ilə daha çox təmasda olur. Baxın, burada bunun sahəsi kiçikdir. Amma bu enli qabdır, görürsünüz. Enli sahəsi böyükdür. Mayenin deməli, B qabında suyun hava ilə təmasda olan səthinin sahəsi, bax bu hava ilə təmasda olan hissəsi budur da. Amma burada bunun sahəsinə baxın, hava ilə təmasda olan sahəsi nə qədər böyükdür. Bu B qabında səthin sahəsi böyük olduğu üçün daha tez buxarlanacaq. Hər tərəfinə qızdıracaq da, elədir, daha böyük sahəni qızdıracaq. Burada isə daha kiçik sahəni qızdırır günəş. Ona görə də səthin sahəsi nə qədər böyük olarsa, buxarlanma da bir o qədər nə olacaq? Sürətli olacaq. Gəldik rütubətə. Onda bunu da yazaq uşaqlar. Deməli, sahə artsa, buxarlanma sürətli olacaq. Azalsa, buxarlanma zəifləyəcək. Aydındır? Yəni yavaşlayacaq. Və nəhayət gəldik sonuncu rütubətə. Rütubət havada mövcud olan su buxarının miqdarıdır. Havada rütubət nə qədər yüksək olarsa, buxarlanma bir o qədər aşağı olar. Bayaqdan hər istər səthin sahəsi, istər temperatur, istər külək artanda sürətlənirdi, elədir. Amma rütubət əksinədir. Rütubət özü elə sudur da. Havada su varsa da o əlavə suyu neynəsin? Ona görə də rütubəti yazanda rütubət bunlardan fərqlidir. Rütubət artarsa buxarlanma zəifləyir. Rütubət azalarsa buxarlanma güclənir. Bircə dənə rütubət bunların tərsinədir. Qalan üçü də eynidir. Rütubətli havada yaş paltarların gec quruduğunun şahidi olursunuz. Buxarlanmaya rütubətin təsirini təsvir eləmək üçün bir şəkil bizə veriblər. Yəni A qabı, B qabı. B qabı bağlayıblar ağzını. Və rütubət çox olduğu üçün suyun buxarlanması azdır. Axı, onsuz da bu qabın içində su var. Ona görə də rütubətlidir. Ona görə də burada buxarlanma az olur. Amma A qabı rütubət yoxdur və buxarlanma sürətli gedəcək. Buxarlanmaya rütubəti, yəni B halında içərisində su olan qab hava keçirməyən qab ilə örtülmüşdür. Bu qabda olan suyun buxarlanması nəticəsində ayrılan su buxarı kiçik həcmə yayıldığı üçün rütubəti artırır. Nəticədə A halına nisbətən B halında su daha gec buxarlanır. Məsələn, bunu qapağı bağlı qazanlarda fikirləşə bilərsiniz. Bir var qazanı açıq halda qoyub suyu qaynadasınız. Bir də var qapağı bağlı. Açıq halda olan qaynayıb su tez azalacaq, orada buxarlanacaq. Qapağı bağlıdırsa o su buxarlanıb təzədən qapağa dəyib rütubət yaradacaq orada və buxarlanıb çıxa bilməyəcək. Ona görə də rütubət artarsa zəifləyir, azalarsa isə güclənəcək. Nəhayət gəldik qaynamaya.
Qaynama isə artıq müəyyən temperaturda mayenin qaz halından, deməli, mayenin qaz halına keçməsidir. Yəni, buxara çevrilməsidir. Mayenin qaynadığı temperatur onun qaynama temperaturu adlanır. Müxtəlif mayələrində qaynama temperaturu fərqlidir. Məsələn, suyun qaynama temperaturu 100 dərəcə Selsidir. Biz burada ancaq suyu öyrəndik. Ərimə və donma temperaturu, suyun ərimə, buzun, daha doğrusu suyun donma, buzun ərimə temperaturu 0 dərəcə idi. Suyun qaynama temperaturu isə nə qədərdir? 100 dərəcədir. Bunu da özümüz üçün qeyd edirik. Beləliklə, qaynama müəyyən temperaturda mayenin bütün həcmində baş verən buxarlanma prosesidir. Baxın, bütün həcmində baş verən, yəni bütün həcmi başlayır qaynamağa. Bunu suyun qaynaması zamanı qaz qabarcıqların yaranması kimi müşahidə edirik. Baxın, əvvəlcə suyu qızdırdılar və buxarlanma zamanı zərrəciklər əsasən mayenin səthindən yavaş-yavaş ayrılmağa başladı. Baxın, qabarcıqlar əmələ gəldi və buxarlanma baş verdi. Bilirsiniz, niyə də baxaq? Yüksək dağlıq ərazilərdə qızdırıldıqda 100 dərəcədən aşağı temperaturda artıq qaynayır. Yəni, suyun qaynama temperaturu müxtəlif yüksəkliklərdə fərqli olur. Yüksək dağlıq ərazilərdə 100 dərəcədən aşağı temperaturda qaynama olur. Amma aşağı dağlıq olmayan ərazilərdə isə 100 dərəcə Selsidir. Kondensasiyanı da izah edirəm, artıq bitiririk. Kondensasiya nədir? Kondensasiya qaynamanın əksidir. Qaynama zamanı su qaz halına keçirdisə, kondensasiyada isə qazdan nəyə çevriləcək? Suya. Baxın, burada yazıram buz. Buz yazmayayım, bərk yazım. Bərk, maye, bu da qaz. Bərkdən mayeye keçirsə əriyir, elə deyil, ərimə. Mayədən bərkə keçirsə nə edir? Donma. İndi keçirik. Bunların da hər birinin temperaturu nə idi? 0 dərəcə Selsidən. Ərimə deyirəmsə yüksək, bu da 0 dərəcə Selsidən aşağı. Mayədən qaza keçirsə nə edir? Buxarlanır. Yəni, nədir bu? Qaynamadır. Qaynamadır elə deyil. Buxarda qazdır. Qazdan mayəyə çevrilirsə bu kondensasiyadır. İndi baxaq kondensasiyaya. Bunları özünüz üçün qeyd edin uşaqlar. Oxuların istiqamətinə görə cavab yazacaqsınız. İsti duş qəbulundan sonra vanna otağında güzgünün tərlədiyini müşahidə etmişsiniz. Niyə bu güzgü tərləyir? Cansız bir şeydir. Çünki isti su ilə deməli duş qəbul elədik. Su gəlib bu güzgüyə dəyəndə buxar şəklində idi. İsti daxil elə deyil. Bu güzgü soyuqdur. Soyudu buxar. Soyuyanda nə edəcək? Maye halına çevriləcək. Və bir müddətdən sonra görəcəksiniz ki, buradan su axır. Deməli, bu proses kondensasiyadır. Kondensasiya buxarlanmanın əksidir. Kondensasiya qaz halında olan maddənin maye halına keçməsi prosesidir. Yəni, necə ki, qaynama zamanı buxar əmələ gəlir, maye qaza çevrilir. Kondensasiya zamanı qaz mayeye çevrilir. Yəni, qazın soyması nəticəsində, temperaturun aşağı düşməsi nəticəsində mayeye çevrilir. Gündəlik həyatımızda da deyirik ki, bundan tez-tez rastlaşırıq. Məsələn, soyuducumuzun buzluq hissəsinə qoyduğumuz hər hansısa bir suyu, məsələn, butulkanı çıxardanda bir müddətdən sonra görürük ki, üstündə su damcıları yaranır. Niyə yaranır? Çünki o bərk haldaydı, hava ilə təmasda oldu və burada başladı damcılar əmələ gəlməyə. Su buxarının temperaturu aşağı düşdü və su damcılar şəklində kondensasiya olundu. Məsələn, soyuq meyvə şirəsi bankalarının xarici səthində yaranan su damcılarını müşahidə etmişsiniz. Havada olan su buxarı havadan gəldi bunun üzərinə və nə etdi? Bu buzluqdan çıxmışdı, soyuq idi və çevrildi nəyə? Mayeyə. Havanın tərkibində buxar var idi, su buxarı var idi, qaz halındaydı və mayeyə çevrildi. Bu da nə adlanır? Kondensasiya. Eyni zamanda səhər tezdən otun üzərində gördüyümüz su damcıları, şeh. Niyə olur bu şeh? Şehin əmələ gəlməsi də havada olan su buxarının otun üzərinə düşəndə ot soyuqdur
və başladı maye hala çevirməyə, yəni kondensasiya olmağa. Sonra qaynayan bir çaydan, bu çaydanın ucu hansı tərəfədirsə divara tərəfdirsə görəcək ki, divarda su damcıları əmələ gəldi. Niyə? Bu qaz halında çıxırdı, divar soyuq idi, bura dəyəndə kondensasiya baş verdi və su damcıları əmələ gəldi. Yəni maye halına çevrildi. Bilirsinizmi? Baxaq. Quraq ərazilərdə süni yağış yağdırmaq üçün xüsusi təyyarələrlə buludun üzərinə quru buz adlanan maddə səpirlər. Quru buz buludu soyudur. Axı orada qaz halında su buxarı var idi. Onda quru buz buludu soyudur və kondensasiya olur. Bu kondensasiya nədir? Su buxarı qaz halında olan buxar maye halına çevrilir. Bu da yağışın yağmasına səbəb olur. Burada diqqət edirik. Gəldik biliklərin yoxlanmasına. Müxtəlif temperaturda uyğun suyun hallarını müəyyən edin. 0 dərəcədən aşağı deyirsə nə olur? Donur. Donursa nə olur? Bərkə çevrilir. 100 dərəcədən yuxarı qaynayır. Qaynayırsa buxara çevrilir, yəni qaz. 40 dərəcə Selsidə isə artıq mayedir. Yəni 0 dərəcə Selsidən yuxarı və 100 dərəcə Selsidən aşağı temperaturda su maye halındadır. Yazıram bura su. Buradan artıq 0 dərəcədən aşağıda bərk, 100 dərəcədən yuxarıda isə qaz halına çevrilir. Məsələn, sizə desəm ki, 131 dərəcə Selsidə deməli qaz halındadır. 70 dərəcə Selsidə maye halındadır. 0 və yaxud da -1 dərəcə Selsidə artıq bərk haldadır. Bu tapşırıqları da mütləq dəftərinizə yazırsınız və həll edirsiniz. Bir-bir. Çünki bu zaman daha yaxşı yadınızda qalacaq. Hansı halda göldə su daha sürətlə buxarlanır? Biz dedik ki, buxarlanmaya rütubət, temperatur, səthin sahəsi, bir də külək təsir edir. İsti havada daha sürətlə buxarlanır. Küləkli havada daha sürətlə buxarlanır. Quru havada daha sürət. Çünki rütubətli havada buxarlanma zəifləyir. Suyun hal dəyişməsi sxemi verilmişdir. Buna əsasən uyğunluğu müəyyən edin. Baxın, maye idi, qaza çevrildi. Nə baş verdi? Qaynadı. Nə əmələ gəldi? Buxar. İndi baxın, qazdan mayeye çevrildi. Nə baş verdi? Soyudu. Nə oldu? Kondensasiya. Yəni, birə nə yazarıq? Birə yazarıq ki, A, bir də nə? C qızdırıldı və buxara çevrildi. 2-yə nə yazarıq? Kondensasiya hadisəsidir. B və soyuyanda baş verir. D. Bu da bizim 14-cü mövzumuzun izahı. Dərsi diqqətlə dinləyin. Çox geniş bir dərsdir. Ümid edirəm ki, izahı başa düşəcəksiniz. Sağ olun. Gələn dərslərdə görüşərik.